İmam Hüseyin əleyhissalamın şəhadətində siz siyasi məqamlar görürsünüzmü? Burada yəni, məsələn, İmam Hüseyin şəhadət məqamında siyasət işlədib həmin fəlakəti qarşısını ala bilərdimi? Və yaxud da başqa bir yol seçə bilərdimi? Və yaxud da elə bunun o addımı özü bir siyasi addım idimi? Bunu siz nə cür analiz edərdiniz? Mən İmam Hüseynin həyatında ki o hakimiyyət belə Yezid ilə qarşı-qarşıya gəlməsində mən siyasət görmürəm. O bir qurtuluş yolu tutmuşdur. O İslamiyyəti qurtulmaq üçün o yola getdi. Və onda sadəcə olaraq onun yolu bir şəhadət məktəbi idi. Və bunu artıq İslam alimləri də ittifaqla dediyim kimi qəbul edirlər. Onun əgər o getməsəydi, o yolu tutmasaydı, o İmam Hüseyin olmazdı. O əslində İslama xəyanət etmiş olardı. O peyğəmbərliyin varisliyinə dönüş çıxmış olardı. Ona görə o İmam Hüseyin oldu ki, o ölümdən qorxmadı. O yolu daha üstün tutdu. Ölümdən İslamı üstün tutdu. İslami dəyərləri üstün tutdu. Və ona görə o yola getdi ki, məndən sonra gələnlər də İslamı bu cür müdafiə eləyərlər. İslam üçün ölümə, Allah üçün ölümə getmək lazımdır da. Yəni o Allah üçün niyə? Çünki Allah üçünün arxasında nə vardı? Əxlaq vardı, insanlıq vardı, mənəviyyat, yəni İslam mənəviyyatı vardı, İslam əxlaqı vardı. Yəni insanlıq vardı. Bəli. Bu da ki, cəmiyyətə lazım olan ən mühüm dəyərlərdəndir. Bəli.